Şirvanda zavodda yanğın baş verib. Muğan TV'nin Milmuğan bürosunun məlumatına görə iyulun 1-də saat 15:30 radələrində Şirvan şəhərinin Çılpalıq qəsəbəsində yerləşən fəaliyyətsiz süni dəri istehsal zavodunun həyətyanı sahəsində yanğın baş verib. İlkin ehtimala görə elektrik naqilində baş vermiş qısa qapanma nəticəsində talvar altında saxlanılan plastik qapı və pəncərə avadanlıqları alışıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğında Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb. Alovun zavodun digər sahələrinə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır. Mirsahib Rahiloğlu, Muğan TV, Şirvan.